Bakıda fabrikdə ölüm hadisəsi baş verib. Ajansas xəbər verir ki, hadisə Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən fabriklərin birində qeydə alınıb. Məlumata görə həmin müəssisədə çalışan 37 yaşlı Sərxan Şirzadoğlu Əliyev iş zamanı qəfil dünyasını dəyişib. Şahidlərin verdiyi məlumata əsasən Sərxan Əliyevin halı anidən pisləşib. Dərhal ona ilkin tibbi yardım göstərilməyə çalışsa da, bu mümkün olmayıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib və ölüm faktı yerindəcə təsdiqlənib. İlkin ehtimallara görə mərhumun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ölümün də məhz səhhətində yaranan qəfil ağırlaşma nəticəsində baş verdiyi istisna edilmir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.